Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bugün hazırladığım belə bir multi qəhrəmanlarla olan gözəl bir tortun hazırlanmasını sizlərlə də bölüşürəm. İnşallah bu videodan da yararlanırsınız. Keçək tortu, xamla tortu axşamdan yığmışam, özünü tutub, hətta üzərini qanaşlamışam. İndi isə üzərini şəkər xəmiri ilə örtürəm. Gördüyünüz qaydada əvvəlcə biraz önə çəkirəm. Sonra isə yavaş-yavaş içərim, yapışdırıram. Amma hardasa 3-4 sm qalınlığına, millimetr qalınlığına şəkər xəmirini yaymışam. Çox da nazik yaymaq olmaz, yırtıla bilər. Sonra isə tortun üzərini örtdüm, artıq şəkər xəmirini kəsib çıxardıram. Və yenidən ütü ilə ütüləyirəm hər bir tərəfini, tam eyni bərabərdə olsun deyə. Sonra isə belə xırda-xırda tünd yaşıl rəngdə otlar kəsib tortun kənarlarına yapışdırıram. Gördüyünüz qaydada biraz xırda işdir, xanımlar, vaxt tələb edir. Tortu qoydum soyuducuya, indi isə dekorlarını hazırlayıram, xanımlar. Bax, belə bir film başını hazırlayıram əvvəlcə. Bax. Sonra isə bədənə yapışdırıram. Belə bir fil balası alındı. İndi isə körpə meymun balasını hazırlayıram. Yenidən bədən hissəsini ayaq hissələrini və baş hissəsini qoydum, xanımlar. Gördüyünüz kimi belə bir meymun balası alındı. Eyni qayda ilə digər figurumuzu hazırlayıram. Belə bir qulaqlarını yapışdırdım, xanımlar. Yəni biraz dediyim kimi vaxt çox tələb edir. Bununla oynamaq lazımdır. Biraz səbir lazımdır. Əksəriyyət adamlar indi fotopeçatdan istifadə edir. Bu müştərim isə istəmədi, dedi, figurlar istəyirəm. İndi isə şir balası hazırlayıram. Şirin başını hazırladım, xanımlar. İndi isə şirin qollarını yapışdırıb və sonra baş hissəsini yapışdırıram.
çöpündən istifadə etdim xanımlar. Onu da deyim ki, müştəriyə bildirmək lazımdır ki, harda diş çöpü və yaxud da harda məftil var, onları demək lazımdır. Üzərindəki qıraqmalı təmizlədim və sonra bala şirin qulaqlarına yapışdırıram. Bütün figurlarımız hazırdır. İndi isə figurları tortun üzərinə yapışdırıram. Belə yarpaqlar kəsdim xanımlar, biraz da tortun üzərinə maraq versin deyə. Demək olar ki, xanımlar, bu tortun da axır hissəsinə gəlib çıxdıq. Çalışdım bütün xırdalıqları sizlərə izah edim. Fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız çox məmnun olaram. Allaha əmanət olun. Like düyməsini basmağı unutmayın.